Cüt əsasdan olan say sistemlərində ədədin təkliyi cütlüyü son rəqəmdən asılı olur. Tək əsasdan olan say sistemlərində biraz fərqlidir. Rəqəm cəmindən asılı olur. Məsələn, deyək ki, altılıq say sistemində belə bir ədəd var. Bu cütlü yoxsa tək? Cüt. Cütdür. Çünki altılıq say sistemi cüt əsaslandır, 6 cütdür. Ona görə bu cüt olur. Məsələn, 8-lik say sistemində belə bir ədəd var. Cütdür yoxsa tək? Tək. Tək. Son rəqəmi təkdir deyə təkdir. İndi deyək ki, bu 7-lik say sistemindədir. Cütdür yoxsa tək? Get. Cüt. Çünki rəqəmlərin cəmi cütdür. 7 tək əsaslı. Tək əsasdan olan say sistemlərində ədədin cüt yoxsa tək olduğunu bilmək üçün rəqəmlər cəminə baxmalısınız. Bunun rəqəmləri cəmi 12-dir. 12 cüt olduğuna görə ədəd də cütdür. Başa düşülməyən nəsə var? Gəlin bir neçə dəqiqə baxaq görək bu necə olur. Biraz isbat eləməyə çalışaq. Niyə cüt əsasdan olan say sistemlərində belədir, təklərdə belədir? Cüt əsasdan olan say sistemində işlədiyimizi düşünək. ABCD ədədi var məsələn bizdə. Say sisteminin əsası da olsun x əsasdan. Və x-in cüt olduğunu düşünürük hələ ki. Baxın, əgər bir ədədin cüt yoxsa tək olduğunu bilmək istəyirsinizsə, onu onluq say sisteminə də çevirə bilərsiniz. Bir say sistemində cüt olan ədəd bütün say sistemlərində cütdür. Bu cüt olmaq ədədin xüsusiyyətidir. Bir say sistemində bir cür olub, başqa say sistemində başqa cür ola bilməz. Əgər bir say sistemində cütdürsə, başqa say sistemlərində də cütdür. Onda biz ən yaxşı bildiyimiz onluq say sisteminə çeviririk ədədi. Orada cüt olsa cütdür. İndi bu ədədi onluq say sisteminə çevirəndə qüvvətləri vururuq. A-nı vururuq nəyə? X-in kubuna. B-ni vururuq x-in kvadratına. Sonra C-ni vururuq x üstü 1-ə. Və bir də D-ni vururuq x üstü 0-a. X-in cüt olduğunu dedik. Cüt qüvvətləri həmişə cüt olur. Bəli. Bir dənə x üstü 0-dan başqa. Bu 1-dir, təkdir. Amma istənilən cütün qüvvəti cütdür. Cüt ədədin qüvvəti həmişə cütdür. Onda biraz bunu aşağı kopyalayaq, yazaq. Bunların yerinə yazıram cüt. Bunlar artıq bizə cüt verir. Sonra cüt ədədi istənilən ədədə vursanız nəticə cüt olur. Bəli. Onda deməli A vur cüt. A istəyir tək olsun, istəyir cüt olsun. Bu yenə cütdür. Və cütləri toplayanda nəticə cütdür. Sual var bura qədər. İndi artıq bu x üstü 0 1 verir axı. Bu cüt əsasdan olan say sistemlərində indi bu əsas hazırda bu cəmin nə olması lazım? Cüt olması lazım. 6 olsa cütün üstünə 6 gəlir deyə cüt olacaq. 7 olsa cütün üstünə tək gəlir deyə tək olur. Yəni hər şey bax bu D-dən asılı olur. D cüt olsa ədəd cüt olur, o bütün cəm cüt olur. D tək olsa o bütün cəm tək olur deyə ədəd tək olur. Buna görə cüt əsasdan olan say sistemlərində ədədin son rəqəmindən asılı olur. Təkliyi cütlük. Problem yoxdur ki, kimdəsə burada. Gəlin indi tək əsasdan olan say sistemlərində baxaq görə niyə rəqəmlər cəmindən asılıdır. Tək ədədin qüvvəti həmişə tək olur da, düzdür? Bəli. Etirazı olan yoxdur ki. Yazaq deməli. Hamısını tək yazıram. Tək ədədin qüvvəti təkdir.
Tək ədədi nəyəsə vurursunuzsa, artıq o vurduğunuz şeydən asılıdır. Hasilin tək yoxsa cüt olması. Bax, burada artıq bir dənə nümunə deyək ABCD ədədinə. Məsələn, deyək ki, ədəd belə bir ədəddir. 5, 3, 6, 4. Belə bir ədədimiz var. Və 6, 4, 5, 3. Belə yazaq. Bu A necə olur? İndi A nədir? Cütlü təkdir. Cüt. Cüt. Yəni, ABCD yazmışıq da. A 6-dır, cütdür. Bu hasil nə olacaq? Nə verəcək bizə? Cüt Tək. verəcək. Cüt. Cüt. Sonra B necədir? Cütdür. Bu hasil bizə nə verəcək? Cüt. Cüt. C necədir? Təkdir. Hasil verəcək? Tək. D necədir? Təkdir. Hasil verəcək? Tək. Özünüz görürsünüz ki, hasilin tək yoxsa cüt olması rəqəmdən asılıdır. Və rəqəm cüt rəqəm olanda hasil cüt oldu. Rəqəm tək rəqəm olanda hasil tək oldu. İndi bu cəm də necə olacaq? Təklə tək bizə cüt verəcək. Cüt üstəgəl cüt. Təklə tək də cüt verəcəyinə görə belə. Bu ümumi də cüt verəcək. Bunun ümumi cüt verməsi var ha. Rəqəmlərin necə olmasına asılıdır. Yəni bu cəm onluq say sisteminə çevirdiyə, bu cüt olduğuna görə ədəd cütdür. Yəni rəqəmlər cəmdə cütdür, ədəd cütdür. Niyə rəqəmlər cəmdən asılıdır? Cəmin cüt yoxsa tək olması burada bilinir də. Biz bura baxırıq. Hasillər cəmlənir. Cəmlənən elementlər nədir? Hasillər. Hasillərin cəmi tək yoxsa ya da cüt olmalıdır. Cəmlənən elementlər hasillərdirsə, biz o hasillərin ayrı-ayrılıqda tək yoxsa cüt olmağına baxmalıyıq. O hasilləri ayrı-ayrılıqda tək ya da cüt edən şeylər də rəqəmlərin özləridir. Rəqəm cüt olanda hasil cüt olur, rəqəm tək olanda hasil tək olur. Onda biz deyə bilərik ki, elə hasillərin cəmi cüt yoxsa tək olduğu elə rəqəmlərin cəmindən asılıdır. Bu cüt olanda hasillər cütdür, hasillərin cəmi cütdür, tək olanda təkdir. Bax, buna görə deyirik. Başa düşülməyən nəsə varsa deyin. Məsələn, bu bir dənə dəyişsin 4 olsun. Artıq bu hasil və bu rəqəm cüt olur. Hasil də avtomatik cüt olur. Siz də artıq cüt, tək cütü cəmləyəndə bir dənə orada tək var deyə cəm tək olur. Rəqəmlərin cəmindən asılı olur. Məsələn, 7-lik say sistemində olan bir şeydir.